Salam dostlar. Təsəvvür edirsiniz, Qarabağ Çempionlar Liqasının 4 komandasından biridir. Real Madrid, Bavariya, Inter və Qarabağ. Bu komandalar hər iki oyunda, start oyunları nəzərdə tuturam, hər iki qələbə qazanıblar. Qarabağ bir neçə dəqiqə bundan qabaq öz meydanında Danimarkanın Kopenhagen komandası üzərində qələbə qazandı və gözlənilməz halda, belə deyək də, ilk dörtlükdə gedir. Bu belə halı heç kim təsəvvür edə bilməzdi. Mən təsəvvür eləməyim də cəmaət necə özünü hiss edir, stadionda olanlar, xaricdə yaşayanlar. Bu Azərbaycan futbolunun Ağdam komandasının böyük uğurudur. Bu uğurla yanaşı bir başqa uğuru da qeyd etmək istəyirəm. Bir neçə dəqiqə bundan qabaq Azərbaycan basketbol klubu Abşeron Lions, yəni Abşeronun şirləri düzdür Kipirdə uduzdular və ümumi hesaba görə məğlub olsalar da bu mövsümdə Avropa Kubokunun liqa mərhələsində oynayacaqlar. Onlara da uğurlar.